Azərbaycanda aylıq sosial müavinətlərin ödənildiyi kateqoriyalardan biri də dövlət qulluqçularıdır. Dövlət qulluğunda işləmiş, amma pensiya yaşına çatmamış, işdən çıxmış şəxslərə ömürlük aylıq müavinət verilir. İnzibati və yardımçı vəzifələrdə işləmiş dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyə görə könüllü işdən çıxdıqda, eləcə də dövlət qulluğu vəzifəsində minimum qulluq stajına, yəni 15 il staja və əmək pensiyası almaq hüququna malik olmadıqda ona ömürlük müavinət təyin olunur. Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir. Bu halda 12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna müavinət faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır. Dövlət məvazibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə hesablanan dövlət məvacibinin 15%-ni təşkil edir. Müavinət ömürlük təyin edilir. Əgər şəxs yenidən dövlət qulluğuna qəbul edilərsə, bu zaman müavinət dayandırılır. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, dost mərkəzinə və ya şəhid ailələri üzvlərinin müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər. Bu zaman müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti, dövlət qulluqçusunun pensiya yaşına çatmasına və əlilliyə görə dövlət qulluğundan könüllü işdən çıxmasını təsdiq edən əmək kitabçasının surəti və dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı tələb olunur. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana, vəzifəli şəxsə və məhkəməyə şikayət etmək hüququ var. Qeyd edək ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir.